Axşamınız xeyir bizim dəyərli şəhid ailələrimiz. Bu günlərim Respublika Şəhid Ailələri Qayğı Cəmiyyəti olaraq Xocavənd rayon şöbəsi öz bəyanatını bildirir. Bu günlərim Azərbaycanın bu yaxın günlərdə Rusiyanın Yekaterinburq şəhərində bizim soydaşlarımız, bizim canımız, ciyarımız, qardaşlarımızın deməli qətli ilə bağlı öz bəyanatını yayır və etirazını bildirir. Səfərov Ziyəddin, Səfərov Hüseyn qardaşlarının qətli ilə bağlı biz təşkilat olaraq öz etirazımızı bildiririk. Biz hər zaman dediyimiz kimi Rusiya dövləti və onun başında duran Vladimir Putin terrorçudur və o dövlət ümumiyyətcə terrorçu bir dövlətdir. Biz hər zaman deyirik, bizim 1990-cı ildə 20 yanvar qırğınında Rusiya bizim başımıza nə oyun açdı bilirik. Yəni ona görə də Rusiya hələ də ki susqunluq verir. Ondan sonra ardıcıllıq şəklində 1992-ci ildə 17 oktyabrda 92-ci ilin oktyabrın 17-sində Qaradağlı soyqırımı keçirildi. Orada 100-dən çox dinc əhali Rus və erməni terrorçular tərəfindən qətlə yetirildi. 1992-ci ilin 26 fevralında şəxsən orada mən özüm də o insanlar təxliyəsində iştirak eləmişəm. Rus 360-cı alayla bərabər erməni-Rus terrorçuları bizim xalqımıza nələr divan tutdu və biz məcburi köçkün olduq 32 il. Bizim evimiz, yurdumuz, bölgəmiz dağıdıldı. Kimin sayəsində? Rusiyanın sayəsində. Yoxsa erməni kim idi ki bizim gəlib torpağımızı ala? Yəni o dövlət hər zaman biz dediyimiz kimi terrorçu bir dövlətdir, şovinist bir dövlətdir. Onlar Rusiyada yaşayan bizim soydaşlarımızı vəhşicəsinə qətlə yetiriblər. Bu günlərim cənab prezidentimiz Allah dəyməsin. Onun sayəsi nəticəsində onların cənazələri dünən Azərbaycana gətirildi və Azərbaycan Respublikasının prezidentinin tapşırığı ilə onların deməli tipi müayinəsi keçirildi. Onlar vəhşicəsinə döyülüblər. Qabırğaları, bütün bədən üzvü darbadağın. Yəni ki, bunu ancaq bir vəhşi bir millət eləyər. Vəhşi bir millətin dövləti qərar verə bilər. O da vəhşi millət, vəhşi dövlət Rusiyadır, hər dediyimiz kimi. 32 ildir bizim başımıza açmadığı oyun qalmayıbdır. 32 ildir terrora məruz qalmışıq. Həmən dövlətin birbaşa sayəsi nəticəsində və 44 günü vətən müharibəsində həmən dövlət hansı silahı Ermənistana vermədi? Hər bir şeyi verdi. Yəni o dövlətin verdiği pulsuz silah Ermənistana hamısı başımıza yağdırlar onlar. Yəni ki Rusiya ilə heç bir vaxt biz müttəfiq dövlət ola bilmərik. Nəyə görə? Çünki o terrorsuz bir dövlətdir. Onlar heç vaxt istəmir ki Azərbaycan inkişaf eləsin, Azərbaycan yaşasın. Bu günlərim hansı bir problemlə bağlı bizim Azərbaycan soydaşlarımızı Rusiyada işgəncə verirlər, öldürürlər, qırırlar. Onlara orada olmazın işgəncəsini verib öldürürlər. Biz onu pisləyirik. Bizim Azərbaycanda yaşayan bu günlərin Rus qardaşlarımız var ki, onlar bizlə çinçiyinə 1-ci Qarabağ müharibəsində də və 44 günlük vətən müharibəsində də burada Azərbaycanda yaşayan Rus qardaşlarımızla bir yerdə döyüşdü. Onlar bizdən döyüşdü. Şəhidimiz də oldu onlardan. Onlar hamısı bizim şəhidlərimizdir. Yəni Azərbaycanda bizim heç bir millətlə problemimiz yoxdur. Hamımız Azərbaycanda bir ailə kimi, bir qardaş kimi yaşayırıq. Amma çox təəssüflər olsun ki, Rusiyada Azərbaycanlara 4-cü, 5-ci, nə bilim neçən dərəcə sort bir insan kimi baxırlar. Onlar bizə Qarabağdan, ümumiyyətcə Azərbaycandan olan insanlara neçənci sort, ikinci, üçüncü sort kimi insanlar kimi dəyər verirlər. Onlar bilmirlər ki, Azərbaycanlılar orada çalışırlar. Rusiya vətəndaşı olaraq və qeyri Rusiya vətəndaşı kimi orada ticarət obyekti ilə işlədirlər. Burada bu günləri Ruslar orada dolanır. Bugün Rusiyanın özünə qalsa, Rusun özü alkaşdır, nə dükkan işlədə bilir, nə ticarətlə məşğul ola bilir. Çünki onların alkaş bir sakindir, alkaş bir dövlətdir onlar. Ukrayna ilə müharibəsində bu günləri qalıblar bataqlığın içində, ölürlər, çabalayırlar. Gedin döyüşün canlı çıxsın. Axı sizin nə ölümünüz var Ukraynadakı, gedib orada ölürsünüz. Ukrayna dövlətinin torpağında nə işiniz var sizin? Niye ölürsünüz orada? Burada mən bu günləri Rusiyadan olan
Rus analarına müraciət edirəm ki, sizin övladlarınız orada ət başından keçir, başqa bir dövlətin torpağında. Axı sizin övladlarınız o başqa dövlətin torpağında nə işi var onlarda öyle? Çünkü Putin, Vladimir Putin terrorçudur. Diktatordu o adam. O adamdan ötürü ne kadar Rus ölür, kim ölür ona fərqi yoxdur. Bu günləri çalışırlar ki, bizim bölgede Qarabağ işğaldan azad eləmişik. Canımız bahasına, kanımız bahasına Azerbaycan'da yaşayan bütün bizim sakinlerimiz ve Azerbaycan vətəndaşları sayesinde birləşdik. Ali Başkomandanın arkasında olduk, Qarabağımızı aldık. Bugün onu Rusya həzm eləmir. Çünkü həzm eləmir ki, biz her zaman onlara boyunduruq olmalıydık. Ama bu günlər elə deyil, biz onlara heç vaxt boyunduruq olası değil. Çünkü Rusya'nın bize başımıza aşmadığı oyun qalmayıb. Onlar her zaman dediğimiz gibi terörçü dövlətdir. Ben her zaman çıxışlarımda deyirəm ki, Rusya dövləti terörçü dövlətdir. Bunu bəzi insanlar qəbul eləmir. Mənə zəfur viratlarını bildirirlər. Bugün onlara deyirəm ki, o dövlət terörçü dövlətdir. Azərbaycanlıların orada soyqırımı keçirilməsi için birbaşa Vladimir Putin cavab deyildi. Bizim cənab prezidentimiz elə qərar vermir ki, gedin Rusya'dan olan vətəndaşlar, Azərbaycanda yaşayanları gedin qırın, öldürün, vəhşicəsini öldürün. Bu bizim dövlətin batısının qərarı. Bu bizim dövlətimizin, Ali Başkomandanımızın dediği qərar. Bizim heç kimdən işimiz yoxdur. Bizdən heç kimin işi olmasın, bizim də heç kimdən işimiz olmasın. Ama bu günlərim Rusya gedir bizim orada çalışan vətəndaşlarımız, hər bir Azərbaycan vətəndaşı bizdən ötürü dəyərlidir. Hər bir Azərbaycanın istənilən, dünyanın istənilən bucağında olan Azərbaycan vətəndaşı bizdən ötürü dəyərli bir vətəndaşdır. Onların qədrini, qiyməti bilməliyik. Onlar bizim soydaşlarımızdır. Heç bir dövlətə haqq verilmir ki, sən götür, get xalqı gecə saat 1-də, 2-də evinə terror elə, amma onu sal girən batır qır o cəmaatı. Biz ona etiraz edirik təşkilat olaraq. Bugün Respublika Şəhid Ailələri Qağız Cəmiyyəti, İctimai Birliyi və bütün təşkilatlar adından deyirəm. Biz buna etiraz bildiririk. Rusya'nın dövlətinə etirazımızı bildiririk. Rusya'nın Azərbaycanda olan səfirinə etirazımızı bildiririk ki, olmaz belə şey. Bizim millət, Azərbaycan milləti 41-45-ci ildə döyüşlərdə iştirak edib. O döyüşlərdə mənim ata-babam Gülməmmədov İbrahim şəhid olubdu 44-cü ildə. Mənim ana-babam Məmmədov Oruz gözün birini itiribdi 43-cü ildə. Yəni ki, bu günlərim Azərbaycan dövlətinin sayəsində yarım milyon Azərbaycanlı 41-45-ci ildə getdi Sovet Sosialist Respublikasının bütövlüyü uğrunda döyüşdü, şəhid olan oldu, itirdi bütün səyahətin Azərbaycan nefti sayəsində qələbə çaldı. Bugün Ruslar deyir ki, sən alkaşsan, alkaşlar Ukrayna bacaranmırsan, get canın çıxsın, çabalı orada. Çünki sən dövlət deyəsən, sən terrorçu bir dövlətsən. Mən hər zaman deyirəm, Rusya dövləti terrorçu dövlətdir. Xocalı soyqırımı insanları qıran dövlətdə əli alan insanlar. Onlar ancaq gücü çatır əli alan insanları qırsın. Qaradağlıda əli alan, Xocavənd rayonu Qaradağlı kəndə əli alan insanları qırdılar onlar. Ağdabanda qırdılar onlar, Şuşada qırdılar. Kimin sayəsində? Onlar ermənilərlə birləşdilər. Rusun, ermənin, Farsın, Suriyadan, Livandan gələn ermənilərin sayəsində qırdılar bizim milləti. Yani ki burada onların olan ajansları, terrorçuları, onların agentleri sayesinde bizim torpaqlarımız işgal olundu. Yoksa heç bir Qarabağlı, heç bir Azərbaycanlı öz dədə-baba yurdu niyə tərk eləsin ki? Biz canımızla döyüşdük, səhətimizi itirdik, yaralandıq, şəhid verdik. O boyda Ağdam 6000'den çox şəhid veribdi. Xocavənd rayonu, balaca bir rayondur əhalisi sayına götürəndə. Xocavənd rayonu 200'den çox, 300'den çox şəhid veribdi. Və digər rayonumuz şəhid veribdi. Bütün Azərbaycan birləşdi, getdi, Qarabağı azad elədi. Kimisə Ali Başkomandanımızın sayəsində, arxasında durdu. Sayəsində getdik, torpağımızı aldıq və bu günləri mən bütün Azərbaycanlılarımıza öz çağırışımızı eləyirik təşkilat olaraq ki, ümumiyyətcə Rus sevdasından, Rus sektorundan bu uşaqlarınızı uzaqlaşdırın. Azərbaycan telekanallarına bu günləri deyirəm ki, ora müraciət edirəm ki, xahiş edirəm, bütün Rusya olan yayımları dayandırın. Rusya deyirəm ki, terrorçu dövlətdir. O boyda bizim sərnişin təyyarəmiz vuruldu. Havada, Rusya'nın sərhəddində vuruldu, içində vuruldu.
Onlar terörcüdür, o insanları bıraktılar ki qıraq. O insanların bizden düşmənçiliyi var Rusların. Çünkü gözleri götürmür Azərbaycanı. Azərbaycanın inkişafın gözleri götürmür. Aziz bizim değerli kardeşlerimiz. Bizim əziz değerli Rusiyada yaşayan kardeşlerimiz. Xahiş edirəm, həmrəylik göstərin. Bir olun. Orada bir yumruq kimi bir olun. Azərbaycanlara qarşı olunan terörün qarşısını alın. Yani bununla bağlı Azərbaycan dövləti də sizin arxanızdadır. Azərbaycan xalqı da burada sizin arxanızdadır. Bizim burada heç bir Rus vətəndaşı ilə və digər vətəndaşlarla heç bir problemimiz yoxdur. Hamımız bir ailə kimi Azərbaycanda yaşayırıq. Bunu da gözü götürmeyen Rusiyanın bir deputat var, Zatulini'dir. O axmaq bir Zatulini deyirəm. O bütünlük günü Azərbaycanın əleyhinə danışır. Bütünlük gün Azərbaycan Qarabağdan danışır. Qarabağ bitti, qutardı, yoktur. Qarabağ bizimdir, qutardı. Erməniləri rədd elədi, torpağımızdan azad elədi. Buradan o axmaq Zatulinə deyirəm. Axmaq Lavrova deyirəm. Axmaq Lavrovun bir köməkçisi var orada. Xanım köməkçisidir. Ona deyirəm ki, ay axmaqlar, Azərbaycandan əl çəkin. Azərbaycanlılar olmasa Rusiyada ölərsiniz acından. Onlar orada əziyyət çəkir gece gündüz, sizi yedizdirir orada, haramınız olsun sizin. Ne istiyorsunuz bizim orada yaşayan Azərbaycanlıların arasında? Ne istiyorsunuz? Biz burada bir Rusun xətrinə deyirik, yok. Kimə nəsə deyirik, yok. Niye Azərbaycan, ne alıp vereceğiniz ne var? Çünkü siz terörçü dövlətsiniz. Siz şovinist millətsiniz. Siz istəmirsiniz ki, Azərbaycanlılar geçsin, pul kazansın. Azərbaycan, sizinkiler hamısı alkaçtır. Sizin orada anadan olan Rus uşaqlarının 60% ücret çatıbdır. Hamısı Türktür. Bir neçə ildən sonra siz onu bilirsiniz ki, orada doğulan uşaqların çoxu hamısı Türktür. Türkdən əmələ gələndir. Çünki sizdə bir kişilik yoxdur. Sizin dövlətdə bir kişi yoxdur. Çünki hamınız terrorçusunuz. Hamınız alkaş Russunuz. Çünki siz alkaş bir millətsiniz. Bizim dövlətimizə qarşı bir əl uzadırsınız. Bugün ekspertizanı rəyin bildirirlər. Biz çok pis qarşıladıq. Çünkü elə bir vəziyyətə qoyular, vəhşicəsinə bizim Səfərov qardaşlarımızı, Ziyəddin qardaşımızı, Hüseyin qardaşımızı vəhşicəsinə öldürüblər. Nə qədər də hələ həbs eləyiblər, günahsız yeri o insanları. Əgər kimsə terrorçu tutsa, gedin, öldürün, tutun, neyiniz, Allah xətrini eləyim. Bizim o işə qarışma haqqımız yoxdur. Terrorçunun ümumiyyətcə milləti yoxdur. Amma dinc əhalini sən get evində yatdığı yerdə gecə baskın elə. Biz o insanların arkasındayıq, o ailelerin arkasındayıq. Onlar tək deyirlər. Biz onların qazi olarak, təşkilat olarak arkasındayıq biz. Her zaman xalqımızın, millətimizin arkasındayıq. Müharibə qutarmağına baxmayaraq. Bugün her bir Respublika şəhid ailələri, veteranlar biri, qazilər biri olarak her bir Azərbaycan vətəndaşının arkasındayıq. Fərqi yoxdur onlar hansı dövlətdədir. Hansı dövlətdə yaşayırlar. Biz her zaman milletimizin yanındayıq, dövlətimizin yanındayıq və buradan bütün xalqımıza müraciət edirəm. Ali Başkomandanımızın arkasında sıx ətrafında birləşən, onun təhlükəsini təmin edən, çünki bütün bəzi onu istəməyən insanlar var. Bütün o xatadan baladan qoruyağın Ali Başkomandanımızı nəyə görə? Çünki heç bir dövlət istəmir. Ali Başkomandanımızın sözü, değerli sözü Rusya cevaptır. Rusya olsa zaten Ali Başkomandanımız cevabını verir ve bəyanatını da verir, sözünü də deyir. Bizim hamımız bugün həmrəy olmalıyıq. Dövlətimizin yanında olmalıyıq, bir olmalıyıq ki, bugünləri ətrafımız barışçı belə yığınığıdır. Partlayışlar gedir. Rusiya ilə Ukrayna müharibəsi, İran-İsrail müharibəsi, bizim ətrafımız bir barış çəlləyidir. Ona göre de xalqımıza bugünkü gündə həmrəylik çağırış eləyirəm. Xalqımız həmrəy olsun. Dövlətimizin sıx ətrafında birləşən, Ali Başkomandanın ətrafında birləşən və dövlətimizi bundan da gözəl günlərə çıxardaq və hər bir ağır günlərimizi yaxşı günlərimizə çevirək. Çünki bu qurbansız olmaz. Bu günlərim Allah Teala Rusiyada Yekaterinburg şəhərində vəfat edən vəhşicəsinə Rusiya dövlət tərəfindən terror nəticəsində, mən ona terror deyirəm, terror nəticəsində
Rusiyada ölən qardaşlarımız Səfərov, Ziyəddin Səfərov, Hüseyn qardaşlarımıza Allahdan rəhmət diləyirəm, məkanları cənnət olsun. Onların ailələrinə başsağlığı veririk. İnşallah qanun var, qayda var. Azərbaycan dövləti də inşallah bunun cavabını da verəcək və hər bir Azərbaycan vətəndaşı və bütün dünyada fərqi yoxdur. Hansı dövlətdə yaşayır, hansı dövlətdə qulluq eləyir, hansı dövlətdə iş görür və bütün xalqımız hər birisinin arxasındadır. Çox sağ olun, var olun. Allah dövlətimizi qorusun. Allah Ali Baş Komandanımızı qorusun. Sağ olun.